qorxularımıza gərək belə aynada özümüzə baxdığımız kimi baxa bilək. Yəni qorxunun da gözünə düz baxmaq lazımdır əslində. Bu təbii ki, ilk başda olduqca çətin olur insanlar üçün. Niyə? Rədd edilmə qorxusu olan bir şəxs uşaqlıqdan belə yaşadığı üçün onun şuur altı inanır ki, mən rədd ediləcəm hər zaman. Buna inandığı üçün bu adam həqiqətən də məktəbdə misal müəllimlər tərəfindən rədd edilir. O gəlir müəllimə nəsə deyir ki, bu ideyanı eləyək, deyir əşi çıx get. Ciddiyə almırlar da bunu. Və ya gedir partnyoru onu rədd eləyir. Ona deyir ki, mən səni sevirəm, rədd olunur. Və ya gedir daha böyük bir iş yerinə, oradakı iş yoldaşları onu rədd edir. Hər zaman bu döngü yaşanır, rədd olunma. Çünki qorxu nədir? Rədd olunmaqdır deyə. Biz nədən qorxuruqsa, illa ki o bizim başımıza gələcək. Başqa yolu yoxdur. Rədd olunmaqdan qorxduğu üçün döngü və döngü 1 il, 3 il, 5 il ara versə də illa ki o qorxuları hardasa yaşayır, reala çevrilir bu.